Kataloqdan sifariş etdiyiniz məhsulların sizə gəliş qiymətlərini təbii ki, mobil proqramda görəcəksiniz. Amma bir də istəyirəm sizə belə riyazi hesablama üsulu ilə izah edim. Kataloqda gördüyünüz hər hansı bir qiyməti, yəni kataloq qiymətini faiz dərəcənizə uyğun olaraq, əgər məhsulları 20% endirimlə əldə edirsinizsə, kataloq qiymətini bölürsünüz 1.25-ə, bərabərdə aldığınız cavab sizin baza qiymətinizdir. Yox, əgər 50 balla işləyirsinizsə, məhsullarınızı demək ki, 26% endirimlə əldə edirsiniz. Təbii ki, kataloqdakı qiyməti bölürsünüz 1.35-ə. Gördüyünüz kimi mən kataloqdan çəkiliş edirəm. Gördüyünüz qiymət məhsulun kataloq qiymətidir. 17 manat 99 qəpik. Yuxarıda qeyd olunan isə 30.45 isə məhsulun artikul kodudur. Təbii ki, 17 manat 99 qəpiyi bölürük 1.25-ə. Məhsulun bizə 20%də gəliş qiymətini və ya 26%də işləyiriksə 17.99-u bölürük 1.35-ə. Və təbii ki, bərabərdə aldığımız cavab bizim baza qiymətimizdir və digər məhsulları da sizə göstərə bilərəm. Məsələn, məhsulun artikulu 38.04, qiyməti 38 manat 99 qəpik kimi. Yəni bu qaydada.